Olimpiyada ümumiyyətlə yerlər necə bölünür? Məsələn, güləş, cidoda 1, 2, 3 yalnız bir nəfər tutur da. Eyni sxem, məsələn, informatika olimpiadalar üçün də keçərlidir. Yoxsa orada bir neçə belə deyim də, bir yer bir neçə nəfər arasında bölüşdürülür? Belə deyim, ümumi prosesin strukturu haqqında məlumat verim də. Əvvəlcə rayon turu keçirilir şagirdlər arasında. Misal üçün bu il statistikasına baxsaq, rayon turuna təxmini bir 6000 şagird qatılmışdı. Rayon turu dediyimiz, yəni Nizami rayonu, Xətai rayonu, Sabunçu rayonu, belə. Bəli, Okay. Təxmini bir 6000 şagird qatılmışdı. Həmin şagirdlərdən hardasa 1500 nəfər yarımfinala vəsiqə qazanmışdı. Yarımfinalda isə hər yaş qrupu üzrə ilk 60 nəfər finala keçir. Və finalda yenə hər yaş qrupu üzrə ilk 15 nəfər medal götürülür. Daha doğrusu ilk 30 nəfər, ilk 5 nəfər qızıl, 10 nəfər gümüş və 15 nəfər bürünc medal götürür. O zaman şanslar çoxdur ki, yaxşıdır ki. Bəli, şanslar çox yaxşıdır. Yəni 60 nəfərin içərisindən ilk 30-luğa düşməklə 50% nəticə, yəni universitetə. bəli. O zaman o deməkdir ki, yəni sən bürünc də götürsən, qızıl da götürsən, gümüş də götürsən fərq etməz. Universitetə girişin artıq təmin olunubdur sənin. Bəli, uyğun ixtisasın üzrə istədiyin universitetə Azərbaycandakı qəbul ola bilərsən imtahansız və pulsuz şəkildə təhsil alırsan.